Azərbaycan Respublikasının şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin sədri, podpolkovnik, Qarabağ müharibəsinin 2-ci qrup qazisi, Vətən müharibəsinin könüllü dəstəsinin komandiri, təcrübəli döyüşçü kimi iştirak edən, dövlət başçımızın imzası ilə 5 medalla və igidliyə görə medalla tərtib olunur Tahir Yaquboğlu Məmmədov. Bugün Sumqayıt şəhərində şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin yeni təmir olmuş qərargah yerin açılışı həyata keçirilməsi üçün sözü verək baş idarənin sədri Tahir Məmmədova. Alqışlarımızdan. Əlillər, veteranlar, şəhid ataları, mən hər kəsi burada salamlayıram və qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının şəhid ailələri və müharibə veteranlarının hüquqlarının müdafiəsi İctimai Birliyi 2006-cı ildən Azərbaycan Respublikasının dövlət qeydiyyatından keçərək rəsmi qaydada ta bu günə qədər fəaliyyət göstərir və hər kəsin gözünün önündə Zəfər TV, BN və İgid Əsgər TV kanalında daimi izləyirsiniz. Azərbaycan Respublikasının bütün bölgələrindən, o cümlədən işğaldan azad olmuş ərazilər də içində olmaq şərti ilə hər yerdə, hər kəsin, bütün şəhid ailələrinin tədbirlərində iştirak edir. Regionların və baş idarənin vəzifəli şəxsləri bu tədbirlərdə hər yerdə şəhid ailərimizə dəstək olur və bundan başqa hüquqi problemlərin həlli ilə bağlı birinci və ikinci müharibənin, o cümlədən birinci və ikinci müharibə arasında döyüş tapşırığını, döyüş təminatını yerinə yetirərkən vətəndaşların daimi xidmətində durur və bugün biz artıq 7 ilə yaxındır Sumqayıt şəhər şöbəsinin sədri İlyas Şahmuradov, 1-ci Qarabağ qazisinin burada ictimaiyyət arasında öz göz qarşısında özünün keçdiyi tədbirlərin öz hesabına keçdiyi Sumqayıt şöbəsinin sədr müavinləri və üzvlərini hər kəsi salamlayıram ki, və Mehdi müəllimdə içində olmaq şərti ilə dəstəkləyirlər və bugün biz bu birliyin yeni ofisinin açılışına gəlmişik və bu açılış 3-cü ərazidədir və 3-cü qərargah yeridir. Getdikcə, demək, Mahir müəllimin köməkliyi ilə bu verilən bu qərargah yerinin bugün açılışına gəlmişik. İcazə verirsinizsə, alqışlayaq və şəhid atası Əli Babanın iştirakı ilə lentimizi kəsək. Alqışlayaq. Və mən bu günləri bu lentin kəsilməsin şəhid atası Əli Babaya həvalə edirəm. Digər. Bir buradan şəhid. Buradan. Birini buradan. Və bu lenti bu təşkilata hədiyyə verən Mahirlə başlayır. Sağ ol qardaşım. Buyur. Günləri bu ofisdə onun olsun ki, burada bütün Sumqayıt şöbəsinin nə qədər şəhid ailələri, əlilləri və müharibə veteranlarının problemləri varsa, bu problemlərin burada demək, həll olması ilə bağlı Mahir müəllimin köməkliyi ilə həyata keçirilərsiniz və bizlər də baş idarə olaraq sizləri qiymətləndirə bilərik. Təşəkkür edirik və mən burada istəyərdim ki, burada mı təqdimatlar yoxsa burada məsələdir? Yaxşı, bunu da keçən burada burada eləyirəm. Bugün bura mütəmada olaraq, yəni burada bu təşkilatda fəaliyyət göstərən hər kəs, yəni yaxından fəaliyyət göstərən hər kəs gələcəkdə də qiymətləndiriləcək, dəyərləndiriləcək. Və bizim burada Nəzarət Təşkil Komissiyasının sədri Ramin Şirinov var və Ticarət Departamentinin işlər üzrə
Xarici İşlər üzrə ailəsi Altay Əliyev də buradadır və bizim müyünlər burada, şöbə müdürü Eliya xanım da buradadır. Baş idarənin demək idarə heyətinin üzvü Zahir Kazımov da buradadır. Mən burada görürəm bizim hörmətli generalımızın qardaşı İlham qardaşı da görürük burada. Demək, mən burada Xəzər şöbəsinin sədrini görürəm. Mən burada Binəqədi şöbəsinin sədrini görürəm. Mən ən nəhayəti Binəqədi şöbəsinin Ağsaqqallar Şurasının sədri 85 yaşlı Əli babanı görürəm, şəhid atası. Dövlətzadən atası. Yanındadır. Dövlətzadanın atası. Dövlətzadanın atası burada. Dövlətzadanın atası da burada. Əsər kişi şəhid. Görünür mü burada? Şəhid Dövlətzadanın atası da buradadır. Və Polad Həşimovun bugün bu xatirəni mən şəxsən istəyərdim ki, elə bu qərargahın açılışın bizim gözəl generalımız Polad Həşimovun və Dövlətzadə qəhrəmanımızın hər ikisi qəhrəmandır. Elə onların ruhu naminə, bütün şəhidlərimizin ruhu naminə bugün bu tədbirimizin həyata keçirilməsi ilə bağlı açılışları həyata keçirilməsi, qoy şəhidlərimizin ruhu bura ruz bərəkət versin, xeyirli, uğurlu olsun və bununla da təqdimatımıza keçək və ilk öncə uzun müddət Sumqayıt şöbəsinin sədri Qiyas Şahmuradovun ilkin təqdimatını təqdim edəcəyik. Azərbaycan Respublikasının Nazib dövləyi uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqə sütə yad edir. Allah rəhmət eləsin. Azərbaycan Respublikasının şəhid ailələri əllərlə müharibə etməli hüquqlarının müdafiəsi İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin qərargahının yaradılmasına təşkil edilməsinə göstərdiyi xüsusi xidmətlərə görə 31 dekabr Dünya Azərbaycan Həmrəy Günü münasibətilə tərtib olunur. Azərbaycan şəhərlərinin İctimai Birliyinin sədri Tahir Məmmədov tərtib olunur. Şahmuradov, Qiyas Şahmuradoğlu. Şahmuradov, bu təqdimatı sizə təqdim edəcək bizim şəhid atamız 85 yaşlı biz buna görə Əli dayının çox yüksək qiymətlərə layiq görülən şəxs kimi hesab edirik. Çünki şəhid atalarının atasıdır. 85 yaşı var, babadır. Buyur Əli dayı, bunu Sumqayıt şöbəsinin sədrinə təqdim etməyi sənə həval edirik. Sağ olun. Hərsinə Altay müəllim. Şəhid ailələri, əllər və müharibə veteranlar iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə 31 dekabr Dünya Azərbaycan Həmrəy Günü münasibətilə tərtib olunur. Hümmətov Mahir Səfərovdur. Mahir müəllim, yəni bu ofisin bura hədiyyə edilməsi ilə bağlı və bu qərargahın ofisinin demək ki, hədiyyə verən bir şəxsdir. Mahir müəllim, təşəkkür edirik sizə də. Altay müəllim təqdim edəcək. Ben de burada güzel söhbətlere qoşularaq Ağsaqqalın açılışı, fevlası verməyi ən böyük bir şərəfdir. Yəni fəxr edirəm ki, şəhid atası Ağsaqqalın qarşısında mən fəxri tərtibnaməni sizə təqdim edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Hər birinin qarşısında baş əyirik. Allah hər bir yaxınlarına səbir versin. Xeyirli olsun, uğurlu olsun. Şəhid ailələrə, əlillərə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıya görə 31 dekabr Dünya Azərbaycan Həmrəy Günü münasibətilə tərtib olunur. Təqdim Qarov təqdim edib Dövlətzadə. Dövlətzadə. Biz belə deyirik, Dövlətzadə deyən kimi hər kəs bilir hansı Dövlətzadədən gedir. Mehdi müəllim bu təşkilatda Qiyas Şahmuradovundan uzun müddətli çalışır və böyük əməyi var. Mehdi müəllim, halal qoysun olsun. Bundan şey bilirik. Buyurun. Azərbaycan Respublikasının şəhid ailələri, əllər və müharibə veteranları müdafiə İctimai Birliyinin Gülən Gözlər Azərbaycan Enerji şirkətinin təsisi də buradadır. Xanım Elnara xanımın adından
Qiyas müəllimə bir hədiyyədir. Onda bizim qardaşımız İlham müəllim təqdim edəcək. Bu haqqda mən məlumat vermirəm, mən təqdim edirəm. Demək, Qiyas Şamradov. Gün o gün olsun ki, bu bloknotda şəhid ailələrinin anım günün hamısı burada qeyd olunsun. Hansı vaxtda, hansı tədbirlər həyata keçirir. Bunu təqdim edəcək Polad Həşimovun qardaşı İlham müəllim. Buyurun. Mən də iki kəlmə sözüm olacaq Qiyas müəllimə. Arzu edirəm ki, ancaq uğurlarınızı qeyd edəsiniz. İnşallah ki, ancaq uğurlara imza atarsınız, uğurları da belə qeyd edərsiniz. Təbrik edirəm. Hörmətli Tahir müəllim və tədbirdə iştirak edən qonaqlarımız qərargah yerinin alınmasında daha da geniş olması üçün yaxşı olmasını bizə köməklik etməyi özünə vətəndaş borcu bilən, bizim yanımızda həmişə olan, sizin tanıdığınız qardaşımız Hümmətov Mahir Səfəroğludur. Varlığına, Qiyas müəllim varlığına, bax bu təsərrüfatı Allah çox xeyir versin. Can. Özünə ömür versin və toplanışı cəmaatına can sağlığı versin. Birliklərinə bunların Allah bolluq eləsin. Azərbaycan Respublikasının şəhid ailələri, əlillər, müharibə veteranlarının Müdafiəsi İctimai Birliyinin Binəqədi rayonunun sədri Hüseynov Rizvan Əlloğlu şəhid qardaşı. Bugünkü gündə yığışmışıq, toplaşmışıq. Sumqayıt şəhərində Qiyas müəllimin təşkilatı, yeni təşkilatının, yəni bu yeni bir təşkilat olduğu üçün burada bir toplanış, açılış edirik. Allah Qiyas müəllimizə sağ eləsin, ömrünü uzun eləsin. Qiyas müəllimin də əziyyəti, zəhməti çox olubdur. Müharibədə, döyüşlərdə, bugünkü gündə də hər birimiz Qiyas müəllim ətrafındayıq, yanındayıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Salam əleykum, vaxtınız xeyir olsun. Mən şəhid general-mayor, milli qəhrəman Polad Həşimovun qardaşı. Bu günlərim burada Qarabağ Müharibə Veteranları İctimai Birliyinin, Hüquq Müdafiə İctimai Birliyinin yeni məkanının açılışındayıq. Bu münasibətlə Qiyas müəllimi təbrik edirik. Yəni, mən bildiyim qədər onların İctimai Birliyi qısa bir müddətdə təşkil olmuş İctimai Birlik deyil, uzun müddətli fəaliyyət göstərir. Xeyli sayda üzvləri var və onlara da bu işlərində uğurlar arzu edirəm. Hamını salamlayıram, yəni məni görənlərin öz salamımı yetirirəm. Bu günləri bu İctimai Birliyin yeni binasının açılışı iştirak edirik. Yəni bu cəmiyyətin mən əvvəldən üzvüyəm. Yəni Dövlətzadə Cəbrayıl şəhid olandan sonra onun atası üzvü yazılmışam. Yaxından iştirak eləyiblər bu cəmiyyətin. Yəni bu cəmiyyət elə bir cəmiyyətdir ki, burada demək olar ki, Qarabağın 30 il işğalı zamanı olan qəhrəmanlar, olan necə deyərlər, canından keçən oğullar bu cəmiyyətdə üzvdürlər. Mən də bu şərəfə nail olub, bura üzvlük, necə deyərlər, qəbul olundum. Yenə də bu binanın açılışı münasibəti ilə təbrik edirəm. Yəni, uğurlu, xeyirli olsun. Gələcəkdə də bu cəmiyyətin daha da inkişafına səbəb olsun. Mən Camal İmanov, Azərbaycan Respublikası şəhid əlilləri, müharibə veteranları və İctimai Birliyinin Sumqayıt şöbəsinin idarə heyətinin üzvüyəm. Bugün bizim üçün çox əlamətli bir gündür. Biz bugün yeni ofisimizin açılışını edirik. Bu vaxtacan bizim bir neçə ofislərimiz olub, lakin bugün biz daha geniş bir şəraitlə artıq təmin olunmuşuq. Biz bu vaxtacan Sumqayıt ərazisində, ümumiyyətlə başqa regionlarda tədbirlərdə iştirak eləmişik və biz inanırıq ki, təbii ki, bizim yeni ofisimiz bizim fəaliyyətimizi daha geniş göstərməsinə şərait yaradacaq və biz bu fürsətdən istifadə edərək baş idarəmizin rəhbərliyi
Birliyinə təşəkkürümüzü bildiririk ki, bizim üçün belə bir dəstək göstəriblər və bizim idarəmizin açılışında bugün iştirak edirlər. Mən hamıya salamlayıram və hər birinə, bütün qonaqlarımıza təşəkkür edirəm ki, bugünkü açılış mərasimində iştirak edirlər. Həmçinin biz bugün bizim üçün təbii ki, sevincli gündür. Dünən biz 50-lər gününü qeyd etmişik. Bütün qazilərimizi biz Allahdan can sağlığı diləyirik. Bütün şəhidimizə Allah rəhmət eləsin və inşallah uğurlarımız bundan sonra da davamlı olsun inşallah. Çox sağ olun. Azərbaycan Respublikasının şahid əlləri, əllər və müharibə veteranlarının hüququn müdafiə ictimai birliyi Sumqayıt şəhər şöbəsi Qiyas Şahmuradovun rəhbərliyi ilə mən bu cəmiyyətin Ağsaqqal Şurasının sədri Kazımov Mehdi bu cəmiyyətdə çox fəal iştirak edirik. Ona görə ki, bütün tədbirlərdə, il dönümlərdə, şəhidlər xiyabanında, çəkilişlərdə qazilərin, xəstə qazilərin yanına gedirik. Yəni, cəmiyyət bizim, o cümlədən bizim təzə ofisimizin açılışına da təbrik edirəm Qiyas müəllimi də, bütün kollektivi, bütün şahid əllərinə Allah rəhmət eləsin, qazilərə şəfa versin, müharibə iştirakçılarına, veteranlara arzulayıram ki, şükür Allaha ki, Qarabağ torpağımız azad oldu, yəni sərbəst xalqımız gedib istirahət edir. Hazırda şəhid ailələri və Qarabağ müharibə veteranları üçün ölkə başçısının hal-hazırda köməkliyi diqqət mərkəzində olduğu üçün biz də bir sahibkar kimi Qarabağ əlləri və müharibə veteranları üçün 9 mülklərində yerləşən yeni verilmiş şərait üçün, yeni verilmiş obyekt üçün xeyir dua veririk. Allah xeyrisindən eləsin. Gələcəkdə əlimizdən nə gəlir, köməklimizdən əsirgəməyəcəyik. Hər birimizin vəzifə borcumuzdur ki, Qarabağ əllərinə, şəhid ailələrinə, qazilərimizə nə imkanımız çatırsa köməklimizdən əsirgəməyək. Teşekkür ederim. Sağ olun. Əvvəla salamlayıram işçilərimizi. Qiyas müəllimə öz təşəkkürümü bildirirəm ki, belə təşkil eləyir. Şəhid analarına hörmət. Mən Rəhimli Orxanın anasıyam. 14 ildir hərbiçəydi. Mən Qiyas müəllimə çox təşəkkür bildirirəm ki, bizi çağırır, şəhid ailələrini dəyərləndirir, şəhidlərimizi yaşadır. Çox sağ olsun. Bu kollektivə öz təşəkkürümü bildirirəm. Həmişə davamlı olsun. Qazilərimizə can sağlığı, şəhidlərimizin ruhu şad olsun. Sağ olun. Allah qanunlarına rəhmət eləsin, şəhid generalımıza. Müəllimə bütün şəhidlərimiz yaradırdım mən. Qəşlədi qalsın, özüm düzədəcəyim. Sonra bəlkə. Baladır. Yəni şanı dövlətin alır. Bunu xüsusi yaradacaq. Qonaqlar, bugün biz Azərbaycan Respublikasının şəhid ailələrinin və müharibə veteranlarının hüquqlarının müdafiəsi ictimai birliyinin 27 il fəaliyyətindən məlumat verdik açılış zamanı və ilk öncə
Azərbaycan Respublikasının Ərəb dövlü suverenliyi, müstəqilliyi və konstitusiya quruluşu uğrunda canlarını fəda verərək Azərbaycan Respublikasının sərhədlərinin bərpa olunmasında və işğal zonalarının azad olunmasında, ümumilikdə Azərbaycanın Ərəb bütövlüyü uğrunda 88-dən da bu gün, bu saata qədər bütün şəhidlərin ruhuna nəzərə alaraq istəyərdim bir dəqiqalıq sükut edam edək. Allah rəhmət eləsin. Məkanları cənnət olsun.